Investors Investor şirkəti sizi salamlayır. Dünya valyuta birjalarında dolların qiyməti cümə axşamı qismən bahalaşıb, digər valyutalar isə təzyiq altında olub. Avron dollara nisbətən məzənnəsi cümə axşamı 1 dollar 0.941 sentə kimi bahalaşdıqdan sonra 1 dollar 0.882 sentə kimi ucuzlaşıb. Qiymət yenidən 1 dollar 0.946 sentə kimi bahalaşarsa, əlavə olaraq 1 dollar 0.980 sentə kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. Eyni zamanda bugün Bakı vaxtıyla saat 16:30-da Amerikanın 3-cü rübdə iqtisadi inkişaf səviyyəsinin birinci hesablanması açıqlanacaqdır. Üçüncü yekun hesablanma isə dekabr ayının axırlarında yayımlanması gözlənilir. Investors Investor şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.